uşaqlar. Bütün Azərbaycana səs salan bizim xəncəllərimizdir. İlyasın kafesində 24 saat, səhər saat 10-dan akşam saat 10-a qədər bu xəncəllərimiz var. Cürzü xəncəli, yayması, qızartması, cüzəsi. Səhər saat 10-dan akşam saat 10-a qədər 2 nəfərlik, 4 nəfərlik bir dənə qəşəng dobro xəncəllərimiz var. Yəni yeyən doymur, gəlir yenə yeyir. Elə qəşəng xəncəllər, tərtəmiz, keyfiyyət, dad bilirsən nədir? Bu xəncəllərdən Azərbaycanda ikinci bir obyekti yox. Get orada da, oralarda da ye bax, burada da ye bax, müqayisədə özün görəsən. Yəni bu tərifə hər şeyə layiq olan xəncəldir. Özün nasıl qiymətlərə də 2 nəfərə 20 manata, 4 nəfərə 23 manata, 28 manata qəşəng setlər qoymuşuq. Əgər gələ bilməsinizsə, zəng edirsən, deyirsən ki, bağdayam, evdəyəm, işləyəm, gələ bilmirəm, uzaqdır, yaxındır, fərq eləmir. Çatdırılma vasitəsində qəşəng üstüsü pişirik, hazırlayırıq, tərtəmiz, paketləşdirik, sən haradasansa orada göndərir. Hər üç rayonlara göndərə bilmirik, post vasitəsilə yemək gəlmir. Post vasitəsilə paltar göndərsən, bir günə çükünə çalır. İndi təsəvvür eləmirəm da yemək. Özümüz bilirik.